Qətiyyən. O açıqlamanı mən istəmişəm, eləmişəm. Aha. Bəli, onu yəni Allah şahiddir. Mən özüm istəmişəm. O açıqlamanı vermişəm. O çünki mənə lazım idi. O gün üçün mən çox səmimi insanam və mən də o səmimiyyətimə görə mənim qohum-əqrabalarım da, dostlarım da həmişə yəni başda olmuşam, düz danışdığıma görə. Yəni o aparıcı oğlanın heç bir günahı olmayıb. Söhbət yox, heç mən bilmədim nədən söhbət gedir. Mən yeganə bir dəfə açıqlama eləmişəm. Deyirəm, bax bizdə Qumralla qalmaqalın oldu, sardı o söhbət. Yəni ümumiyyətcə mən o söhbət yenə də getib soruşmuşdum üstündə. Qumral elə yaxşı qızdır ki, Toylet. Sadəcə olaraq həmin günü mən əsəbi idim, eşidirsiniz. Elə bil ki, güdazı düşdü. Əslində o yazığın yəni başqaları var idi ki, o belə danışırlar. Ay biz məclisə getmirik, biz evdə otururuq, əlimizə qulluq eləyirik. Ay yaxşı. Onları biz çox görmüşük. Yəni o Qumrala aid deyildi. Sadəcə Qumral da bilməmişdi ki, siz də iki başlı sual verdiniz. Mən sualı verəndə hamıya verdim o sualı. Yəni o xanım bilsəydi ki, yəni Kəmalə xanım efirdə deyib ki, mən məclisə gedirəm, mən neyniyim valla, mən pulumu boğazımla qazanıram. Mən gedirəm, oxuyuram, yüksək deyil, oxuyuram, əziyyət çəkirəm, daşdan pul çıxarıram. Ona görə indi kim ki mənə daş atır ki, ay biz getmərik, valla elə yaxşı gedərsiniz ki, mən bilirəm kimlər, hamı da gedir.